Gəlin başlayaq. Bu gün əlimizdə İslam dünyasının belə deyim təməl daşlarından biri olan, amma eyni zamanda da ən çox mübahisəyə səbəb olan bir mövzu var. Hədislər. Bəli. Yəni, Məhəmməd Peyğəmbərə aid edilən sözlər və əməllər toplusu. Mənbəmiz Nəriman Hüseynin Hədislərin yazılma tarixi kitabıdır. Və bu mənbəyə əsasən biz çox fundamental bir suala cavab axtaracağıq. Bəli, və bu sual əslində hər şeyi dəyişir. Tamamilə. Milyardlarla insanın inancının ikinci əsas mənbəyi olan bu rəvayətlərə nə dərəcədə etibar etmiyorlar? Onlar həqiqətən qorunub, yoxsa necə deyim, sonradan uydurulub? Bəli, bu sadəcə akademik bir sual deyil. Bu, bir sivilizasiyanın DNT-si ilə bağlı bir məsələdir. Məsələ ondadır ki, 19-cu əsrdən başlayaraq Qərbdə çox güclü bir skeptik cəryan yarandı. Şərqşünaslar, yəni Qərbin İslam araşdırmaçıları ortaya çox ciddi bir iddia atdılar. Nə idi o iddia? İddia o idi ki, bu hədislərin demək olar ki, hamısı saxtadır. Bu çox ağır bir ittihamdır. Yəni, bütün bir ənənənin yalan üzərində qurulduğunu iddia etmək kimi bir şeydir. Bu fikrin əsas müdafiəçiləri kimlər idi və nəyə əsaslanırdılar? Bu cərəyanın zirvəsini təmsil edən iki əsas ad var, Ignaz Goldziger və onun tələbəsi Joseph Schacht. Onların əsas tezisi deməli belə idi: hədislərin böyük əksəriyyəti Peyğəmbərin dövründən gəlmir. Onlar iddia edirdilər ki, bu rivayətlər 100 illər sonra, xüsusilə də Əməvilər və Abbasilər dövründə, siyasi çəkişmələri udmaq, hüquqi məsələləri öz xeyirlərinə həll etmək üçün kütləvi şəkildə uydurulub. Hətta Şaxtın çox məşhur, amma bir o qədər də qəribə bir iddiası var idi. Maraqlıdır, nə idi o iddia? Şaxt deyirdi ki, bir hədisin rivayət zənciri, yəni isnadı, onu nəql edən insanların siyahısı nə qədər mükəmməl və qüsursuzdursa, o hədisin sonradan uydurulma ehtimalı bir o qədər yüksəkdir. Bir dəqiqə, bu tamamilə ağla sığmazdı. Yəni, bir sənədin mənbəyi nə qədər etibarlı görünürsə, o bir o qədər şübhəlidir. Bu bir növ saxtakarlığın qızıl standardı kimi bir şeydir. Bəs bu nəzəriyyəni nəyə əsaslandırırdı? Məntiqi nə idi? Məhz elə. Onun məntiqi belə idi ki, saxtakarlar öz uydurduqları rəvayətləri daha inandırıcı etmək üçün onlara qüsursuz, yəni ideal bir rəvayətçi zənciri qoşurdular. Aha, başa düşdüm. Yəni, sonraki nəsillər zənciri yoxlayanda hər şeyin qaydasında olduğunu görüb məzmuna şübhə etməsinlər deyə. Amma açığı bu yanaşma həddindən artıq skeptik idi və hətta öz dövründə belə bütün şərqşünaslar tərəfindən qəbul edilmirdi. Deməli, Qərbdə də bu məsələyə fərqli baxanlar var idi. Əlbəttə. Məsələn, onlardan daha əvvəl yaşamış Alois Sprenger kimi alimlər çoxlu sayda səhih hədisin mövcudluğunu qəbul edirdilər. Daha müasir dövrdə isə Nabia Abbott kimi tədqiqatçılar qədim papirusları araşdıraraq çox vacib bir nəticəyə gəldilər. Nə idi o nəticə? Nəticə o idi ki, şifahi rivayət və yazılı qeydlər İslamın ilk günlərindən etibarən paralel şəkildə mövcud olub. Müsəlman alimlərdənsə Məhəmməd Mustafa Əzəminin adını mütləq çəkmək lazımdır. O, Qərb arxivlərində araşdırma apararaq İslamın ilk əsrlərinə aid onlarla yazılı hədis toplusunu üzə çıxardı. Və bununla da o məşhur mifə zərbə vurdu, eləmi? Tamamilə. Hər şey yüz illərlə ancaq şifahi olub mifini ciddi şəkildə sarsıtdı.
Deməli, Goldziher və Şaxtın bütün bu nəzəriyyəsi bir fərziyyəyə əsaslanır. Guya hər şey yüzillərlə şifahi olub və yazıdan istifadə edilməyib. Amma mənbəyə görə bu həqiqətən də belədir. Peyğəmbərin dövründə insanlar heç nə yazmırdılar. Xeyr, bax Məmmə Bahman Pamna əksini göstərir. Bu ən böyük yanlış anlaşılmalardan biridir. Yazı ən başından prosesin bir parçası idi. Necə yəni? Təsəvvür edin, Peyğəmbərin sahabələrindən biri olan Abdullah ibn Amrın şəxsən özünün yazdığı bir hədis kitabı olub. Adı da Əs-Səhifətus Sadiqə, yəni sədaqətli səhifə. Vay, bu çox maraqlıdır. O, Peyğəmbərdən eşitdiyi hər şeyi ora qeyd edirdi. Həmçinin Əli ibn Əbi Talibin, İbn Abbasın və digər böyük sahabələrin də özlərinin şəxsi yazılı qeydlərinin olduğu tarixi mənbələrdə təsdiqlənir. Bu həqiqətən də çox maraqlıdır. Çünki ümumi təsəvvür belədir ki, o dövrdə yazı pozu geniş yayılmamışdı. Amma mənbədə daha heyrətamiz bir şeydən, qədim kitabxanalardan bəhs edilir. Bu necə mümkün idi? Onlar necə idi? Əlbəttə, bugünkü kimi rəflərlə dolu, səssiz zalları olan kitabxanalar deyildi. Amma funksiyası eyni idi. Bilginin toplanması və paylaşılması. Yəni, bir növ elm mərkəzləri kimi. Bəli, demək olar. Məsələn, mənbədə qeyd olunur ki, Əbdülhəkim ibn Amr adlı bir şəxs Məkkədə öz evlərindən birini tamamilə elm kitabları ilə doldurmuşdu. Hətta insanların asudə vaxtını səmərəli keçirməsi üçün ora şahmat və nərd taxtaları da qoymuşdu. Ev hamı üçün açıq idi. İnanılmazdı. Başqa bir misal, Əbdürrəhman ibn Əbi Leylanın evidir ki, içərisi Quran nüsxələri, yəni muşaflarla doluydu və alimlər ora yığışıb elmi müzakirələr aparırdılar. Deməli, bunlar şəxsi təşəbbüslər idi. Bəs bu proses nə vaxtsa dövlət səviyyəsinə qalxdı, yəni hədislərin sistematik şəkildə toplanması üçün bir hərəkət oldumu? Bəli, və bax bu əsl dönüş nöqtəsi idi. 8-ci əsrin əvvəllərində xəlifə Ömər ibn Əbdüləziz çox uzaq görən bir addım atdı. Nə etdi? Böyük alimlərin bir-bir vəfat etdiyini və elmin onlarla birlikdə, belə deyək, məzara gedəcəyindən narahat olmağa başladı. Buna görə də bütün imperiyaya fərman göndərdi və dövrün ən böyük alimlərinə, o cümlədən İbn Şihab Əz-Zuhriyə tapşırdı ki, kim nə bilirsə hamısını rəsmi şəkildə toplayıb yazsın. Yəni bu sadəcə bir fərman deyildi. Xeyr, bu nəhəng bir elmi irsi xilas etmə layihəsi idi. Yaxşı, deməli onlar hər şeyi yazırdılar. Bu aydındır. Amma bu şərqşünasların əsas argumentini, yəni saxtakarlıq problemini həll etmir. Yazılı mətndə saxta ola bilər, elə deyilmi? Onlar iddia edirdilər ki, müsəlman alimlər ancaq rəvayətçilər zənciri ilə, yəni isnadla maraqlanıblar. Hədisin məzmununa isə, yəni mətnə fikir verməyiblər. Mənbə bu iddiaya necə cavab verir? Məncə bunun da bir mif olduğunu göstərir. Alimlərin məzmun tənqidi ilə məşğul olmaması iddiası tamamilə yanlışdır. Klassik alimlər, məsələn, Əl-Xatib Əl-Bağdadi və ya İbnül Cövzi, saxta hədisləri ifşa etmək üçün çox sərt qaydalar müəyyən etmişdilər. Həqiqətən. Bəli. Onların prinsipi belə idi. Bir hədisin rəvayətçi zənciri, necə deyim, qızıl kimi parlasa belə, yəni bütün rəvayətçilər ən etibarlı insanlar olsa da, əgər onun mətni, yəni məzmunu müəyyən kriteriyalara ziddirsə, o heç bir şübhə olmadan rədd edilir. Məsələn, hansı kriteriyalar idi bunlar? Nəyə zidd olmamalı idi? Bir neçə əsas prinsip var idi. Birincisi, hədisin mətni açıq-aşkar məntiqə və ya təcrübəyə zidd ola bilməzdi. Məsələn, dəvə iynə dəliyindən keçdi kimi bir ifadə varsa, bu dərhal rədd edilirdi. Aydındır. İkincisi, Quranın qəti və aydın bir hökmünə zidd ola bilməzdi. Quran halal dediyi bir şeyə, hədis haram deyirsə, hədis kənara qoyulurdu. Üçüncüsü, özündən daha güclü, daha etibarlı başqa bir hədisə zidd olmamalıydı. Və nəhayət dördüncüsü, təsdiqlənmiş qəti tarixi faktlara zidd ola bilməzdi. Və bu sonuncusu çox maraqlıdır. Yəni onlar bir növ tarixi detektivliyi ilə məşğul olurdular. Praktikada bu necə işləyirdi? Konkret bir misal varmı? Əla bir misal var, bəli. Mənbədə qeyd edilir ki, bir hədisdə Peyğəmbərin dövründə xüsusi bir sikkənin istifadə edildiyi deyilir. Böyük hədis alimi İmam Əl-Buxari bu rivayəti araşdırır və çox sadə bir faktı ortaya qoyur. Nədir o fakt? Fakt budur ki, hədisdə adı çəkilən o sikkə ilk dəfə Həccac ibn Yusuf tərəfindən zərb edilib. Həccac isə Peyğəmbərin vəfatından 10 illiklər sonra yaşamış bir vali idi.
Bu anaxronizmdir, yəni tarixi uyğunsuzluq, bir şeyin aid olmadığı bir dövrə yerləşdirilməsi. Deməli, bu kiçik detal Bəli, bu kiçik detal hədisin uydurma olduğunu sübut etmək üçün kifayətlidir. Bax, bu sırf məzmun tənqididir. bu bir növ cinayət axtarış işinə bənzəyir. Alimlər hadisə yerindəki dəlilləri yoxlayırlar və hekayədəki uyğunsuzluqları tapırlar. Bu onların metodologiyasının nə qədər dərin olduğunu göstərir. Başqa belə canlı bir misal varmı, xüsusilə də məntiqə əsaslanan tənqidlə bağlı? Var və bu bəlkə də ən məşhur misallardan biridir. Bir rəvayət var ki, namaz qılan insanın qarşısından qadın, qara it və ya uzunqulaq keçərsə, onun namazı batil olur. Bu rəvayət Peyğəmbərin həyat yoldaşı Ayşəyə çatanda o çox kəskin reaksiya verir. Necə bir reaksiya? Deyir, siz bizi, yəni qadınları, it və uzunqulaqla bir səviyyəyə qoydunuz. Çox sərt və birbaşa reaksiya. O sadəcə bu səhvdir demir, həm də bunun məntiqsiz və təhqiramiz olduğunu vurğulayır. Bu göstərir ki, o dövrdə insanlar rəvayətlərə kör-körənə inanmırdılar, onlara tənqidi yanaşırdılar. Tamamilə Ayşə bununla da kifayətlənmir, öz şəxsi təcrübəsini dəlil gətirir. Deyir ki, Peyğəmbər gecə namazı qılanda mən onun qibləsi istiqamətində qarşısında uzanardım. O səcdəyə getmək istəyəndə əli ilə ayağıma toxunardım, mən də ayaqlarımı yığardım ki, o səcdə edə bilsin. Yəni o həm məntiqi, həm də canlı şahidliyin istifadə edərək bu hədisin mətnini tənqid və rədd edirdi. Bu məzmun tənqidinin ən erkən və ən güclü nümunələrindən biridir. Bütün bunlar çox təsirlidir. Əlimizdə ənənəvi kitablar var, alimlərin metodologiyası var. Bəs bütün bu nəzəriyyəni dəstəkləyən fiziki bir sübut, arxeoloji bir tapıntı varmı? Yəni o dövrdən bugünə gəlib çatmış bir şey. Var və bu bəlkə də bütün hekayənin ən heyrətamiz hissəsidir. Mənbədə qeyd olunur ki, 19-cu əsrin sonlarından başlayaraq Misirin quru iqlimi sayəsində minlərlə qədim papirus parçası tapılmağa başlandı. Papirus parçaları. Bəli, bunlar vergi qəbzləri, evlilik müqavilələri, şəxsi məktublarıdır. Və onların arasında İslamın ilk əsrlərinə aid hədis mətnlərinin nüsxələri də var idi. Bu inanılmazdı. Yəni bu artıq sadəcə bir arqument deyil. Əlimizdə fiziki bir sübut var. Bu sanki kimsə Platonun bir dialoqunun onun tələbəsi tərəfindən yazılmış orijinal nüsxəsini tapmış kimidir. Bu kəşflər konkret olaraq nəyi dəyişdi? Onlar, belə deyim, hər şey dəyişdi. Məsələn, ən məşhur tapıntılardan biri, sahabə Abu Hureyranın tələbəsi olan Həmmam ibn Munəbbihin yazdığı Səhifə adlı hədis toplusunun tam nüsxəsinin tapılmasıdır. Bu, 1-ci əsrə aid bir sənətdir. 1-ci əsrə. Bəli. Alimlər bu qədim papirusu götürüb, ondan təxminən 150-200 il sonra tərtib edilmiş İmam Buxari və İmam Muslimin nəhəng hədis külliyyatları ilə müqayisə etdilər. Və nəticə necə oldu? Nəticə heyrətamiz idi. Hədislər demək olar ki, sözbəsöz eyni idi. 2 əsr boyunca şifahi və yazılı yolla ötürülən mətn bu qədər dəqiqliklə qorunmuşdu. Deməli, bu canlı bir sübut idi. Bəli, rəvayət prosesinin nə qədər ciddi və dəqiq olduğunu göstərən canlı, fiziki bir sübut. Eynilə məşhur alim İmam Malikin Əl-Muvatta əsərinin 2-ci əsrə aid papirus fraqmentləri tapılıb və onlar da bugün əlimizdə olan müasir nəşrləri tamamilə təsdiqləyir. Bu tapıntılar şaxtın bütün nəzəriyyəsinə çox güclü bir zərbə vurdu. Deməli, biz söhbətə hədislərin əksəriyyətinin sonradan uydurulduğunu iddia edən güclü bir qərb skeptisizmi ilə başladıq, amma söhbəti İslam ənənəsinin öz hekayəsini təsdiqləyən qədim papirus tapıntıları ilə bitiririk. Bu, çox maraqlı bir dövriyyədir. Tamamilə doğrudur. Mənzərə hər şey uydurmadır və ya hər şey səhihdir kimi ağ-qara deyil. Mənzərə daha mürəkkəb və daha zəngindir. Bəli. Bunun ilk günlərindən etibarən həm güclü bir şifahi yaddaş ənənəsi, həm də yazılı qeyd mədəniyyəti paralel şəkildə mövcud olub və rəvayətləri yoxlamaq üçün həm rəvayətçilərin şəxsiyyətini araşdıran isnad tənqidi, həm də mətnin özünü analiz edən mətin tənqidi kimi çox ciddi elmi metodlar tətbiq edilib. Sonda mənbə bizi çox provokativ və dərin bir düşüncə ilə baş-başa buraxır. Deyir ki, biz tarixi bir mətni oxuyanda təkcə o mətni yox, həm də öz beynimizdəki proqramları, öz dünya görüşümüzü oxuyuruq. Bəli, bu çox vacib bir məqamdır və bizi belə bir sual qarşısında qoyur.
Müasir oxucu bir hədisi məntiqsiz və ya qeyri-elmi olduğu üçün rədd etdiyi zaman, o, həqiqətən də universal və zamandan kənar bir məntiqi tətbiq edir, yoxsa sadəcə olaraq qədim bir mətnə müasir, materialist və möcüzələri qəbul etməyən bir dünya görüşünün pəncərəsindən baxır. Mənbər iddia edir ki, qədim alimlər də mətnlərdəki eyni çətinlikləri, eyni zahiri ziddiyyətləri görürdülər. Fərq ondadır ki, onların bu problemləri anlamaq və həll etmək üçün fərqli, metafizikaya daha açıq bir düşüncə çərçivələri var idi. Bu, həqiqətən də insanı düşünməyə vadar edir. Bəlkə də əsl sual təkcə mətn etibarlıdır deyil, həm də mənim mətni oxumaq üçün istifadə etdiyim alətlər, yəni öz düşüncəm nə qədər etibarlıdır sualıdır. Bu, sizi düşünməyə vadar edir. Sizin proqramlaşdırılmış düşüncəniz həqiqət kimi qəbul etdiklərinizi nə dərəcədə formalaşdırır?